Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Tövhid məsələlərində nəzakət yoxdur. Yaltaqlıq eləmək, güzəşdə getmək, örtbasdır eləmək və yaxud da məsələni kiçik göstərmək ehtimalı yoxdur. Allah Azze ve Celle Kur'an-ı Kerim'de En'am suresinde arxa-arxaya bitişik olarak 18 peygamberden danışır. 18 peygamberi Allah Azze ve Celle vəsf eləyir. Onları ne için gönderdiğini ve o peygamberlerin temel görevinin ne olduğunu Allah Azze ve Celle beyan ediyor. Ve bu peygamberlerin gönderildiği davette olan hikmetlerden danışır. 18 peygamberden arxa-arxaya danıştıktan sonra Allah Azze ve Celle peygamberlerin hikayesini bu cümleyle tamamlıyor. وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Eğer bu peygamberler Allah'a şerik koşsalar, Allah onların ettiği əməlləri puç eləyər. Və buradan ne götürülür? Elm əhli deyir ki, tövhid məsələlərində nəzakətin olmamağı. Hər bir müsəlman şirk ve vesiləsi olan ne varsa hamısından çəkinməlidir. Böyük şirk olsun, istersen küçük şirk olsun, fərq eləməz. Göz muncuqları, ondan sonra pişik geçti başıma, bu iş gələcək. Ondan sonra bu bürcü məsələləri, qəbirlərə ibadət etmək, Allah'tan başqasına ibadetin hər hansı bir növünü sərf etmək, hamısından müsəlman uzaq durmalıdır, təmiz qalmalıdır ki, hətta tövhidi həyatında yaşatmış olsun. Allah Azze ve Celle bizleri tövhid əhlin etsin.